Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün iş dəftərimizdən ümumiləşdirici tapşırıqlar hissəsini yazırıq və birinci bölməmiz bununla yekunlaşır. Növbəti videolarda yeni bölməklə inşallah başlayacaq. Baxaq birinci misala. Deyir ki, hesabla. 4 üstü 3 üstəgələ 2 üstü 4 üstəgələ 7 üstü 3. Biz bilirik ki 4 üstü 3 nə deməkdir? 4'ü 3 dəfə öz-özünə vurmaq deməkdir. Yəni 64 üstəgələ 2 üstü 4 16 edir. Üstəgələ 7 üstü 3 343 edir. Bunları da topladığımız zaman 423 edir. 3 üstündə 5 edir 243. Üstəgələk 2 üstündə 4 edir 16. Çıxılsın 6 üstündə 3 edir 216. Bunları da hesabladığımız zaman edir 43. Bax, burada göstərir. Məsələn, 4 üstü 3, 4 vurulsun 4 vurulsun 4 deməkdir. Məsələn, 2 üstündə 4, 2 vurulsun 2 vurulsun 2 vurulsun 2. Yəni 2-ni 4 dəfə öz-özünə vurmaq deməkdir. Sonra C variantında deməli, 3 üstündə 5, 3 üstündə 5, 243'dür. Çıxılsın, 2 üstündə 6, 64'dür. 7'nin kubu isə 343'dür. Hesabladığımız zaman 522 edir. 5'in kubu edir 125. 3'ün kubu edir 27. Bir üstündə 10 ilə 1'ə bərabərdir. Bu da 97 alınır. Bu şəkildə. Növbəti ikinci misal. İkinci misalı dəftərə yazaq, sonra birbaşa cavabı yazaq. Burada yazıla bildiğinləri yazaq, geniş olanları o tərəfdə izah edərik. 2 üstündə 5 32'dir. Vurulsun 4'ün kvadratı 16'dır. 32'ni də 16'ya vurduğumuz zaman 512 edir. 10 üstündə 3 1000'dir. Bölək 5'in kvadratı 25'dir. 1000'i 25'e böldüğümüz zaman edir 40. 5 üstündə 4 625'dir. Çıxılsın 2 üstündə 6 64'dür. Buna çıxdığımız zaman 561 edir. Bunu bizim düsturumuz var idi. Necə idi o düstur? Məsələn, A üstü N vurulsun M. Nə deməkdir? A vurulsun A üstündə N vurulsun M deməkdir. Yəni biz bunu 4 üstü 6 da yaza bilərik. 4 üstü 6 neçə eləyəcək? 4096. İndi bu hissələrin burada yazaq. Deməli, Y variantını yazırıq. Y variantı deyir 3 üstündə 5, çıxılsın 2 üstü 5, çıx 1, bölək 7, üstəgələ 2 üstündə 5. Bilirik ki 3 üstündə 5, 243'dür. Çıxılsın 2 üstündə 5, 32'dir. Çıxılsın 1. Misallarımın digər tərəflərini yazıram. 2 üstündə 5'də 32'dir. 243'dən 32 çıxdığımız zaman, sonra da 1 çıxdığımız zaman edir 210. Mötərizənin kənarını bölək 7, üstəgələk 32. 210'u 7'yə böldüyümüz zaman edəcək 30. 30'un da üstünə 32 gəldiyimiz zaman edəcək 62. Yəni birinci misal bu cavabı eləyir 62. F bəndi. 7,2 bölək 3,6 üstü 6 vurulsun 11'in kvadratı çıx 1 bölək 10. Birinci 7,2'ni 3,6'ya deməli bölməliyik eləyəcək 2. Yəni 2 üstündə 6 vurulsun 11'in kvadratı 121'dir. Çıxılsın 1 bölək 10 bərabərdir. 2 üstündə 6 edəcək 64 vurulsun. 121'dən 1 çıxdığımız zaman 120 bölək 10'a. Deməli 64'ü 120'yə vurduğumuz zaman 7680 bölək 10. Bu da bərabərdir 768'ə. C bəndi. 9'un kubu çıxılsın 3'ün kvadratı bölək 100 çıxılsın 5,2. Deməli 9'un kubu nədir? 9'un kubu 729'dur. 3'ün kvadratı da 9'dur. Bölək 100 çıxılsın 5,2.
729'dan 9 çıxdığım zaman 720 bölək 100 çıxılsın 5,2. 720 də 100-ə böldüyümüz zaman bu sıfırla bu sıfırın birini atacaq. 72 ona bölündüyü zaman birin yanında bir dənə sıfır olduğuna görə 7,2 olacaq. Çıxılsın 5,2. 7,2'dən 5,2'ye çıxdığımız zaman edəcək 2. Deməli, bunun da cavabı 2 edir. Sonuncu H bəndi. Misalı yazaq. 19,2 bölək 6 vurulsun 12'nin kvadratı üstə gələk 9'un kvadratı. 19,2 bölək 6'ya. Bu edir 3,2 vurulsun 12'nin kvadratı 144, 9'un kvadratı 81. 3,2 olduğu kimi qalacaq. 144'ün üstünə 81 gəldiyimiz zaman 225 edəcək. Bunu da vurduğumuz zaman 720 olacaq. Və yazdıq 720. Bu bitdi. Keçdik 3-cü misalımıza. 3-cü misalda nə deyir? Deyir ki, boş xanalara uyğun 3 dənə fərqli sadə ədəd yazın. Deməli, nə yazaram? Sadə ədəd. 17 kiçikdir 18-dən, 13 kiçikdir 18-dən, 11 18-dən kiçikdir. Həm bərabərliyim doğrudur, həm də 3'ü də sadə ədəddir. 15 kiçikdir yazaram məsələn 17-dən, 17 də 30-dan kiçikdir. 15 19-dan kiçikdir, o da kiçikdir 30-dan, 15 23-dən kiçikdir, 23 də 30'dan kiçikdir. Məsələn, burada 29 yazarıq, 31 və yaxud da 41 də yazmaq olar. Sonra 42 kiçikdir, bir də böyük bərabərlik, kiçik bərabərlik və kiçik bərabərlik olduğu zaman biz nə demişdik? Yəni, burada elə 59'un özünü də yazmaq olur. 59 kiçik bərabərdir 59'a. Bərabər sözü orada keçdiyinə görə sanki 59 59'a bərabərdir də, bu bilirik. Bu nöqteyi nəzərdən yazmaq olar. Sonra məsələn 47 yaza bilərik, 53 yaza bilərik. Buradakı 97'dir. Şəkildə, 97'dir. Deməli yaza bilərik 73, sonra 79 və 89. Bu şəkildə yazılır. 4-cü misal. Bir mürəkkəb ədədləri haşiyəyə al və bu ədədləri sadə vurğulara ayrılışın yaz. Gəlin birinci mürəkkəb ədədləri seçək. Deməli, mürəkkəb ədəd 8'dir, 18'dir, 28'dir, 35'dir, 63'dür və 80'dir. Biz indi bunları sadə vurğulara ayırmalıyıq. 2'yə böləndə 4, 2'yə böləndə 2, 2, 1. 18'i 2'yə böləndə 9, 3'ə böləndə 3, 3, 1. 28'i 2'ye böləndə 14, 2'ye böləndə 7, 7, 1. 35, 5'e böləndə 7, 7, 1. 63'ü 3'e böləndə 21, 3'e böləndə 7, 7, 1. Və 80'i 2'ye böləndə 40, 2'ye böləndə 20, 2'ye böləndə 10, 2'ye böləndə 5, 5'i də 5'e böləndə 1. Bu şəkildə alınır. İndi nə deyir? Deyir ki, 5'də ədədləri sadə vurğulara ayrılışından istifadə etməklə dəyişən olan ifadənin qiymətini tapın. Gəlin biz bunu burada yazaq. Sonra cavabını bura yazarıq. Deməli nə deyir? A-da verib 260'ı. Biz birinci 260'ı sadə vurğulara ayırmalıyıq. Gəlin ara 260'ı 2'ye böləndə 120. Yox, 130. 130'u 2'ye böləndə 65, 5'e böləndə 13, 13, 1. Heç ora baxmırıq hələ ki, biz özümüz yazırıq. Üslü qüvvət şəklində yazmalıyıq. 2'dən çünki 2 dənədir. Vurulsun 5 üstündə 1, vurulsun 13 üstündə 1. Deməli, biz nə yazdıq? 2'nin kvadratıdır. Yəni, A 2'dir. Yazdım üstə gələk. Bax, 2'nin kvadratıdır. Burada verib A'nı. 2 üstündə A, yəni 2'dir. Sonra verib B üstündə 1. B nədir? Deməli, B də 13'dir. 2'nin də üstünə 13 gəldiyimiz zaman edəcək 15. Deməli, nə oldu? A oldu 2,
B oldu 13. Bu şekilde. Sonra 350'ye keçək. 350'ni sayda vurğulara ayıraq. 2'ye böləndə 175, 5'e böləndə 35, 5'e böləndə 7, 7, 1. Ne yazarım? 2 üstündə 1 vurulsun 5'in kvadratı vurulsun 7. Mənə nə deyir? Yazıb ki, A üstündə 1, belə yazım, lap yaxşı başa düşəsiniz. Vurulsun 7B. Bax, bir durub da burada. A'nın yerində nə durub? 2. Ona görə yazıram 2 vurulsun. 7 də durub. 7 də. 7'nin üstündə B var. 7'nin üstündə nə var idi? 1 var idi. Deməli B 1'dir. 2'ni də 1'ə vuranda eləyəcək 2. Sonra 420. 420'ni yazaq. 420'ni 2'ye böləndə 210. 2'ye böləndə 105. Deməli 3'e böləndə 35. 5'e böləndə 7, 7, 1. 2'nin kvadratı 3 üstündə 1, 5 üstündə 1, 7 üstündə 1. Burada ne yazıb? 2 üstündə A vurulsun B üstü 1, vurulsun 5 üstündə 1, vurulsun 7 üstündə C. Gəlin baxaq. 2 üstündə A yazıb. 2'nin üstündəki nədir? 2. Üstə gələk. Yəni A'mız 2'dir. Sonra B üstündə 1 yazıb. İkinci hansı vurğumuz? 3'dür. Deməli B 3'dür. Çıxılsın. Yazıb 7 üstündə C. C nəyin ifadəsidir? 1'in yerində yazılıb da. Yəni 2'nin üstünə 3 gələndə 5. 5'dən də 1 çıxanda eləyəcək 4. Və sonuncusu 540. 540'ı 2'ye böldüğümüz zaman 270. 2'ye böldüğümüz zaman 135. 3'e böləndə 45. 15. 3'e bölünür. 5, 5, 1. Yazıram. 2'nin kvadratı 3 üstündə 3 vurulsun 5 üstündə 1. Ne yazıb mənə? A'nın kvadratı 3 üstündə B, C üstü 1. Deməli 2'nin kvadratı A'nın kvadratı. A'nın yerində nə durub? A'nın yerində 2 durub. Vurulsun. 3 üstündə B. 3 üstü 3. B'nin yerində nə durub? 3 durub. Bölək. C'nin yerində nə durub? C'nin də yerində 5 durub. 2'ni 3'e vuranda 6. 6'nı da 5'e böləndə 1 tam onda 2 edir. Ola bilsin burada bəlkə də vuruq yazmalıymış. Burada tamla yazıb. Ola olsun. Bu şekilde yazılır. Keçək növbəti hissəyə. Deməli, növbəti 6. EBOB AB-ni deyir və EKOB AB-ni tap. EBOB-u da tapmalıyıq. Biz yəni EKOB-u da ayrı halda tapmalıyıq. Gəlin tapaq. Birinci EBOB-u yazaq. EBOB. A'nın da qiymətini tapsaz, yəni 2 üstü 3 vurulsun 3 üstü 1 vurulsun 5'in kvadratı. Tapdığınız zaman olacaq A 600, B 540. Biz baxırıq ki, EBOB-da biz nə demişik? Ortaqları demişik. Ortaq olan da nə məna ilə gəlir? Burada 2 üstü 2-dir, burada 2 üstü 3-dür. Ortaq olanda həmişə az hansıdırsa o qədər say götürülür. Yəni 2'nin kvadratı götürüləcək. 2 vurulsun 2. 3 üstündə 1, 3 üstündə 3. Deməli hansı ortaqdır? Yəni işarələyəcəyim bir dənə 3'dür də. Sonra 5 üstü 1, 5'in kvadratı vurulsun. Yəni 5, bir dənə 5 olacaq. Bunun cavabı eləyəcək 60. Sonra EKOB-u tapaq. EKOB 600, 540. Biz yine bunları 2 üstündə 3, 2 üstündə 2, 2 dənələri qeyd elədik. 3 üstündə 1, 3 üstündə 3. Bir dənəni qeyd elədik. Burada 2 dənəsi qaldı. Böyük ədədimiz çünki budur. Böyük ədədim 600 olduğuna görə burada bir dənə ayrılışında 3 ilə 3'ü işarələmədik biz. 5400. Bu şəkildə yazılır. Sonra yenə burada EBOB A'nın qiyməti ilə B'nin qiyməti. A'nın qiyməti 6615, B'nin də qiyməti eləyəcək 60. EBOB-u tapdığımız zaman 3'dən yenə bir dənədir. 3 vurulsun. 5'dən də bir dənədir. Başqa heç bir ortağı yoxdur. 15'dir. EKOB-umuzu da tapdığımız zaman böyük ədədimizi götürəcək. Hansı qalıb? Bir dənə
2'lər qalıb. Çünki 3 də var burada, 5 də var böyükdə. Bu da eləcək 26460. Bu şəkildə. Növbəti 7. Deyir, əbobu ümumiyyətlə də ifadəni hesabla. Gəlin hesablayaq. Burada yazıb cavabını yazarıq. Deməli, deyir, əbob 7-ni yazırıq. 28, 32. 28'i sadə vurğulara ayıraq. 2'ye böləndə 14, 2'ye böləndə 7, 7, 1. 32'ni 2'ye böləndə 16, 4, 2, 1. Ortaqlarımızı qeyd eləyək. Elə ortaqlarımız 2 vurulsun 2'dir. Bərabərdir 4'ə. Deməli, birincinin cavabı elədir 4. İkinci, deyir, əbob 25, 26. Biz baxırıq ki, əbob 25, 26 nə deməkdir? 25 ilə 26 qarşılıqlı sadə ədəd olduğuna görə əbobi ilə 1'ə bərabər olacaq. Əbobumuz 1'ə bərabərdir. Sonra əkob 57, 114. 57'nin sadə vurğularımıza deməli ayıraq. 3'ə böləndə 19, 19, 1. 114'ü də 2'yə böləndə 57, 3'ə böləndə 19, 19, 1. Deməli, ortaqlarımızı qeyd elədik. Deməli, əkobumuz nə qaldı? Elə 114. 114. Sonra əkob 34, 35. Bax, 34 ilə də 35 qarşılıqlı sadə ədəd olduğuna görə əkobu onların hasilinə bərabər olacaq. 34'ü vuracaq 35, eləcək 1190. Sonra əbob 66, 77. 66'nı 2'ye böləndə 33, 3'ə böləndə 11, 11, 1. 77'ni 7'ye böləndə 11, 11, 1. 11'lər ortaqdır. Elə bunların da əbobu 11'ə bərabərdir. Və sonuncusu əbob 62, 93. Əbob 62, 93. Deməli, 62'ni 2'ye böləndə 31, 1 yadda. 3'ə böləndə 3, 31, 31, 1. Bu da 31 olduğuna görə bizdən əbobu soruşduğu üçün elə 31 olacaq. Ortağı 31'dir. Bu şəkildə. 8-ci misal. Deyir ki, hasili tap. Biz qayda şəklində bunu necə demişdi? Əgər əbob A, B vurulsun, əkob A, B verilirsə, yəni eyni ədədlər verilirsə, onların hasili elə bu misalın cavabı edir. Yəni 360. Bu şəkildə də burada da əbob 25'i vuracaq 32'ye edəcək 800. Keçdik hesablama hissəsinə. Deməli, burada yazaq, cavabını köçürək. A variantında deyir, 7 böl 20 üstə 11 böl 30 çıxılsın 13 böl 45. Məxrəcləri müxtəlif olan kəsirləri toplamaq üçün və yaxud da çıxmaq üçün, müqayisə etmək üçün öncəliklə biz nə etməliyik? Məxrəclərin ortaq məxrəcə gətirməliyik. Yəni, əkobunu tapmalıyıq məxrəclərin. 20'nin, 30'un, 45'in. Biz birinci 20 ilə 30'u tapaq gəlin. 20'ni 2'ye böləndə 10. Ortaqlarımızı qeyd eləyək. Əkobumuz nə oldu? 30 vurulsun 2 bərabərdir 60 oldu. İndi mən 60 ilə 45'in əkobunu tapmalıyam. 60'ı 2'ye böləndə 30, 2'ye böləndə 15. Bu şəkildə 3'ə böləndə 15. Bu şəkildə alınır. Bunu da yazdıq. Yəni 60 vurulsun 3. 60 vurulsun 3 180 edir. Bax buradan yazıram. 60 vurulsun 3 180. Deməli 20, 30, 45'in əkobu 180'ə bərabərdir. Buradan yazsam geniş yazır. Çünki bu biraz uzun misal olacaq.
Üstə gələk 11 böl 30 çıxılsın 13 böl 45. Deməli bunun əkobunu nə tapdıq? Biz 180 tapdıq. Deməli, nə edirik? 180-i 20-yə böldüyümüzdə 9 edir. 180-i 30-a böldüyümüzdə 6 edir. 180-i 45-ə böldüyümüzdə 4 edir. 7-ni 9-a vuranda 63. Ortada üstə gəlmə işarəsidir. 11-i 6-ya vuranda 66 eləyir. Ortada çıxma işarəsidir. 13-ü 4-ə vuranda eləyəcək 52. Bərabərdir. 180 olduğu kimi qalacaq. 63-ün üstünə 66 gələndə 129 eləyəcək. Çıxılsın 52-yə. Bu da 77 bölü 180 edəcək. Misalımızın cavabı yəni 77 bölü 180 olur. Keçdik B variantına. Hamısı eyni qayda ilədir. Deməli, biz birinci yenə bunun əkobunu tapmalıyıq. Görək əkobu nədir? Əkob 52, 26, 39. Deməli, sadə vurğulara ayıraq. Birinci 52-nin 26-nı tapaq. 52-ni 2-yə böləndə 26, 2-yə böləndə elə eləyəcək 13, 13, 1. 26-nı 2-yə böləndə 13, 13, 1. Ortaqları 2 ilə 13-dür. Yəni, əkobumuz 52-yə bərabərdir. İndi biz 52 ilə 39-u tapmalıyıq. 52-ni 2-yə böləndə yenə 26, 2-yə böləndə 13, 13, 1. 39-u 3-ə böləndə 13, 13, 1. Ortaqlarımız bu şəkildədir. 52 vurulsun 3 bərabərdir 156. Deməli 52, 26, 39-un əkobu 156-dır. Həmən misalı yenə buradan yazın. 156. 156-nı 52-yə böldüyümüz zaman 3 edir. 156-nı 26-ya böldüyümüz zaman 6 edir. 156-nı 39-a böldüyümüz zaman 4 edir. 29-u 3-ə vurduğumuzda 87. 11-i 6-ya vuranda 66. 17-ni 4-ə vuranda 68. 87-dən 66 çıxdığımız zaman 21 üstə gələk 68 bölək 156. 21-in üstünə 68 gələndə də 89 edir. Məxrəcim də olduğu kimi qalır. Bax, bu şəkildə yazılır. Deməli, bunun da cavabına 89 bölü 156. C bəndinə keçək. C bəndində nə deyir? Deyir ki, 21 böl 40 üstə 17 böl 35 çıxılsın 25 böl 56. Yenə əkobunu tapaq. 40, 35, 56-nın əkobunu tapaq. Birinci 40-dan 35-i istədiyimiz 2 dənəsini götürə bilərik çünki. 35, bir dənə 5 uyğundur. Yəni 40 vurulsun 7. Bu eləyir 210. İndi biz 200 deməli. Yox, 80 eləyir 280. 280-nin 56-nın əkobunu tapmalıyıq. Yəni 280-lə 56-nın əkobu. 280 də 56-ya tam bölündüyünə görə elə əkobumuz 280-in özünə bərabərdir. Qaydanı yəqin ki, yadımızda saxlamışıq da. Bir dənə bölməni artıq bitiririk. Bunları belə yazmağa ta ehtiyac yoxdur. Sadə vurğulara ayırmağa. Deməli, 280-i 40-a böldüyümüz zaman edəcək 7. 280-i 35-ə böldüyümüz zaman edəcək 8. 25-ə də 56-ya da böldüyümüz zaman edəcək 5. 21-i 7-yə vuranda 147. Üstə gələk. 17 vurulsun 8, 136. Çıxılsın 25-i də 5-ə vuranda 125. Bərabərdir. 283 çıxılsın 125 bölək 280-ə. O da bərabərdir. Deməli, neçəyə? 283-dən 125 çıxdığımız zaman edəcək 158 bölək 280. Biz baxırıq ki, bu ifadələr 2-yə bölünür. Hər tərəfi biz 2-yə bölməliyik. İxtisar eləməliyik. 140-da olacaq 79. Deməli, bu misalımızda 79 böl 140. Bu şəkildə və sonuncusu. 19 böl, buradan yazaq, 19 böl 21 üstü çıxaq
5 böl 12 üstə 23 böl 28. Əkobunu tapaq. 21, 12, 28. 21 ilə 12-ni 3-ə böləndə 7, 7, 1, 12 2-yə böləndə 6, 3, 3, 1. 3'lər ortaqdır. 21 vurulsun, 2 vurulsun, 2. Bu şəkildə, yəni 21'i 4'ə vuranda edəcək 84. İndi biz 84 ilə 28'i tapmalıyıq. 84'ü yenə qayda ilə yazaq istəyirsiniz. Yaxşı belə yazdıq. 84'ü 2'yə böləndə eləyəcək 42. 42'ni 2'yə böləndə 21, 3, 7, 7, 1, 28'i deməli 2'yə böləndə eləyəcək 14, 14'ü 2'yə 7, 7'ni 7'yə 1. Ortaqlarımız deməli nə olacaq? 2'lər və 7'lər. Deməli əkobumuz elə 84'ə bərabərdir. Elə buradan yazaq misallardan. 84'ü deməli 21'ə böldüyümüz zaman edəcək 4. 84'ü 12'ye böldüğümüz zaman 7, 28'e böldüğümüz zaman edəcək 3. 19'u 4'e vuranda 76, çıxılsın 35, üstə gələk 69, bərabərdir 84'də. Deməli 41, üstə gələk 69, bu da edir 84'te 110. Baxırıq ki, necə kəsirdir? Bu düzgün olmayan kəsir. Düzgün olmayan kəsiri biz nə edirdik? Sürəti məxrəcə bölürdük. Gəlin, bölüb onu da burada göstərək. 110'u 84'e bölmək üçün 110'un içində 84, onsuz da bir dənədir. 84. Ondan 4 çıxanda 6, bu da 26. Deməli, nə yazdı? 1 tam 84'də 26. Bu şəkildə yazılır. Bunu da ixtisar geçsə 1 tam olduğu kimi qalır. 42'də 13. Bu şəkildə yaza bilərsiniz. Və cavabını yazaq. 1 tam 84'də 26. Sonra 10-cu. Yenə deyir hesabla və müqayisə et. Gəlin hesablayaq. 10-cu misal. 7 böl 24 üstə gələk 5 böl 12. Gəlin bunu birinci hesablayaq. Sonra yazaq. 24 ilə 12'nin əkobu onsuz da elə 24'dir. 24'ü 24'ə böləndə 1 edir. 24'ü 12'yə böləndə 2 edir. 7'ni 1'ə vuranda 7, 10'u 2'yə vuranda 5'i 2'yə vuranda 10. Yəni 17 bölək 24 alındı. Bu hissəmiz deməli 17 böl 24 alındı. İndi ikinci hissəmizi tapaq. 5 bölünsün 8 üstə gələk 6'da 1. 8 ilə 6'ya 24'dür. 24'ü 8'ə böləndə 3. 24'ü 6'ya böləndə 5 üçün 15 üstə gələk 4. Bu dedir 19 bölünsün 24. 19 bölək 24. Məxrəcləri bərabər olan kəsirləri sürətlərə baxaraq müqayisə edirdik. Böyük olan böyük, kiçik olan kiçikdir. Sonra 5 bölünsün 18 üstə 12'də 1. 18 ilə 12'nin əkobu 36'dır. Deməli 36'nı 18'ə böldüyüm zaman 2 edəcək. 12'yə böldüyüm zaman 3 edəcək. 10 üstə gələk 1. 11 bölək 36. Yox 3 birim 3 eləyir daha doğrusu. 13. Deməli 13 böl 36. İkinci hissəni yazaq. 27 bölək 36 çıxılsın 5 böl 18. 36 ilə 18'in əkobu ilə 36'dır. 36'nı 36'ya böləndə 1 eləyir. 36'nı 18'ə böləndə 2 eləyir. 27 çıxılsın 10 bərabərdir 17 bölək 36. Bu hissə elədi 17 böl 36. Müqayisəndə bu şəkildə alındı. Bu hissəni yazaq. 19 bölək 30 çıx 6'da 1. Elə 30 ilə 6'nın əkobu 30'dur. 30'u 30'a böləndə 1, 6'ya böləndə 5. 19 çıxılsın 5, 14 bölünsün 30 şəklində yaza bilərik. Bu eləyir 14 bölünsün 30. 6'da 1 üstə 6'da 5. 5'də 1, 30. 6'ya böləndə 5, 5'ə böləndə 6. 5 üstə gələk 6 bərabərdir 11 bölək 30. Müqayisə etsək bu şəkildə alınacaq.
11-də deyir ki, kəsirləri tam ixtisar elə. Baxırıq ki, 46, 23. Onsuz da elə 46 özü 23-ə bölünür. Buranı 23-ə bölmüşəmsə, sürəti də 23-ə bölməliyəm. 46-nı 23-ə böləndə 2 eləyəcək, 23-ü 23-ə böləndə 1 eləyəcək. 120-də 40. Deməli, hər tərəfini neçəyə bölərəm? Hər tərəfin 40-a bölə bilərəm. 120-ni 40-a böləndə 3 eləyəcək, 40-ı 40-a böləndə 1 eləyəcək. 140-da 35. Deməli, hər tərəfimiz neçəyə bölünür? Elə 35-ə bölünür. 140-ı 35-ə böldüyümüz zaman edəcək 4. 35-i də 35-ə böldüyüm zaman edəcək 1. 360-da 50. Deməli, hər tərəfimiz 30-a bölünür. 360-ı 30-a böldüyümüz zaman 12 edir. 150-ni də 30-a böldüyümüz zaman 5 edir. Və sonuncusu nədir? 48-də 36. Hər tərəfimiz deməli neçəyə gedir? 12-yə ixtisar gedir. 48 12-yə böləndə 4, 36-nı 12-yə böləndə edir 3. Bu şəkildə. Kəsirləri deyir ixtisar elə, sonra hesabla. Hesablayaq. Deməli, 35-də 21-i nəyə ixtisar eləyərəm? Bax, buradan yazıram. Hər tərəfi 7-yə bölərəm. 7-yə böləndə nə olacaq? Deməli, 5-də 3. Hər tərəfi 7-yə bölündü. Üstə gələ. 45-də 18-in hər tərəfini 9-a bölürəm. 45-i 9-a böləndə 5, 18-i 9-a böləndə eləyəcək 2. Sonra, burada 60-da 48-in də hər tərəfin 12-yə bölürəm. 60-ı 12-yə böləndə eləyəcək 5, 48-i 12-yə böləndə eləyəcək 4. Bunları da hesabladığımız zaman 3 üstə gələk 2, çıxılsın 4. 3-ün üstünə 2 gələndə 5, 5-dən də 4 çıxanda eləyəcək cavabımız 5-də 1. İkincisi. 96-da 60-ı hər tərəfin deməli 2-yə bölərəm. Hər tərəfi 2-yə böldüyümüz, daha doğrusu 12-yə bölərik. 12, 12. 12-yə böldüyümüz zaman edəcək 8-də 5, çıxılsın. 72-də 27-ni hər tərəfin 9-a bölərəm. Edər 8-də 3, üstə gələk. 32-də 28-in də hər tərəfin 4-ə bölərəm. 32-ni 4-ə böləndə 8, 28-i 4-ə böləndə 7. 8 olduğu kimi qalacaq. Elə yuxarılarda olduğu kimi qalacaq. Çünki məxrəcləri bərabər olanda 8-i 8-ə bölsən 1 eləyir. 5-i 1-ə vuranda 1 alınacaq. Yəni 5 çıxılsın 3, üstə gələk 7. Bərabərdir. Deməli 9 bölünsün 8. Buradan düşmür. 9 bölünsün 8. 9-u da biz qarışıq ədədə çevirsək 9 böl 8 olacaq. 1/8-də 1. Deməli cavabımız 1/8-də 1 alındı. Bu şəkildə. 13-də deyir ki, velotrekdə 2 velosipedçi start xətləri üst-üstə düşən 2 trek boyunca eyni zamanda hərəkətə başladı. Kiçik trek üzrə hərəkət edən velosipedçi bir tam dövrü 150 saniyəyə, böyük trek üzrə hərəkət edən velosipedçi isə 180 saniyəyə başa vurur. Eyni anda start xəttindən hərəkətə başlayan velosipedçilər nə qədər vaxtdan sonra görüşər? Bu müddət ərzində hər bir velosipedçi neçə dövr edər? Gəlin birinci bunların biz əkobunu tapaq. 150 ilə 180-in əkobunu tapaq. 150-ni sadə vurğulara ayıranda 75, 3, 25, 5, 5, 5, 1, 180-i də 2-yə böləndə 90, 2-yə böləndə 45, 3-ə böləndə 15, 5, 5, 1. Ortaqlarını qeyd edək. Deməli, nə qaldı? 180 vurulsun 5-ə. Elə buradan yazaq. Yerimiz də onsuz da azdır. 180 vurulsun 5-ə. Bölür 900 saniyə. Birinci sualımızı tapdıq. Deyir, nə qədər vaxtdan sonra görüşər? 900 saniyədən sonra görüşər. Bu birincisidir. İkincisi nədir? 900-ü biz bölməliyik 150-yə. Tapmalıyıq ki, 150 saniyədə gedəndə 6 dənə dövr eləyir. 180 saniyədə gedəndə 5 dənə dövr edir.
14-cü magistral yol boyu hər 45 metrdən bir quraşdırılmış işıq dirəkləri təmir zamanı yeni dirəklərlə əvəz olundu. Bu zaman birinci dirək əvvəlki yerinə quraşdırıldı. Yeni dirəklər arasındakı məsafə 60 metr olarsa, hansı ən kiçik məsafədə yeni dirək köhnə dirək yerinə quraşdırılır? Əşobunu tapdığımız zaman 45 ilə 60-ın 45-i sadə vuruqlara ayırdıq. Ortaqlarını qeyd etdik. Nə oldu? 60 vurulsun 3. 180 oldu. 180-i biz 45-ə böləndə 4 eləyir. 180-i 60-a böləndə 3 eləyir. Deməli 4 üstə 3 hər 7 metr məsafədə yeni dirək köhnə dirək yerinə quraşdırılır. Bu bölməmiz də burada yekunlaşdı. Kimi yenə nə sual olsa yazıb soruşa bilər. Yeni mövzularla görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın.